Mən səsiz bağladım. Hə, hə. Müəllimə, demək bizim məktəbimiz deyirəm təzədən tikilmişdi deyə. İndi elə bil kompüterlər vardı deyə uşaqlara elə bil daha çox maraqlı gəldi. Daha çox kompüter vardı belə deyə. Və mən həmişə deyirdim ki, uşaqlara deyirdim ki, bax, kompüterdə işləyəndə mənim kim daha çox belə də fəal iştirak edəcək, mənim nəzarətçi köməkçilərim olacaq. Nəzarətçi köməkçilərim deyirdim və hamı çalışırdı ki, o fəallığı göstərdi ki, mən onları seçim. Və həqiqətən də o siniflərdə məsələn valideynlərim birdən görürəm deyir ki, evdə deyir ki, müəllimə məni köməkçi seçib özünə. O cürə köməkçi götürə uşaqları elə bil biraz da aktivləşdirməyə çalışıram və kimsə də məsələn birinə baxıram indi o deyək ki 12 kompüterdə hamısına nəzarət eləyə bilmirəm axı. Deyirəm falan ki, sən get ona kömək elə. Belə bir sinifdə aktivlik yaradıram. Yəni o cürə Əslində Könül müəllimə dedikləriniz doğrudur. Yəni burada yanlışlıq yoxdur. Bunu belə də demək olar. Var məsələn, əsas mən də dərslərdə tətbiq edirəm bunu adətən. Sinifdə, hər bir sinifdə müəyyən akademik göstəriciləri yüksək olan şagirdlər var. Müəllim baxan kimi o uşağın belə deyək, yüksək analitik qabiliyyəti olduğunu, çox belə deyək, tapşırıqları başqa strategiya ilə yerinə yetirdiyini, bunları hamısını müşahidə edə bilir. Mən adətən istəyirəm ki, o şagirdin özünə görə etsək, elə bir şagirdlər müəyyən bir vaxtdan sonra öz güvənləri çox olur. Bizim məqsədimiz onların öz güvənlərini aşağı salmaq deyil. Amma ki, digər şagirdləri bəyənməməyə başlayırlar və sonra yavaş-yavaş artıq o dominant şagird prinsipinə də keçə bilirlər. Amma mən istəyirəm ki, şagirdlər deyirəm ki, məsələn, o tapşırığın tez işləyən şagirdlər digər şagirdlərə kömək etsin. Bəziləri bunu inkar da edə bilər. Yəni ki, necə kömək etsin? Ola bilər ki, zəif şagirddir. İzah edərək kömək etsin ona ki, bu bir növ həm müəllimə dəstəkdir, həm də şagird başqa bir şagirdi öyrədəndə, metakognitiv bacarıqlar işə düşür burada, öyrədəndə o daha yaxşı öyrənmiş olur. Bu strategiyadan istifadə edirəm. Bir də ki, dərsdə məsələn, ola bilir ki, bəzi şagirdlər, belə deyib, elə şagirdlərimiz var ki, müəyyən biraz dərsə hazırlıqlı gəlir, bir də görürsünüz gəlmir və s. Bu kimi hallarda, bir də bu halda mən təlim simulyasiyasından istifadə edirəm. Şagirdə bir günlük müəllim rolunda çıxış etməyə imkan verirəm. Məsələn, ayda bir dəfə olur. Həmin şagirdlərin hansı uşaqların göstəriciləri daha çoxdursa, həmin şagird bir dəfə, məsələn, ayda bir dəfə dərsin sonunda müəyyən bir bölməni təkrarlayanda və yaxud da ki, müəyyən bölmə bitəndə, təkrar üçün keçəndə o müəyyən bir hissəni özü hazırlayır, slaytlarla şagirdləri başa salır, müəllim olaraq belə deyək, çıxış edir. Bir də bundan nədə istifadə edirəm? Baxın, bir dənə də halım var. Bir, həmin o yüksək göstəriciləri olan şagirdlər başqa şagirdləri öyrənmə texnikasından istifadə etsin, metakognitiv bacarıq işə düşsün, təlim simulyasiyası, şagirdin müəllim rolunda çıxış etməsi. İkinci halda, yenə dediyim kimi, bəzən şagirdlər tam adaptasiya oluna bilmirlər. Yəni, müəyyən qədər dərsi oxuyurlar, müəyyən qədər oxumurlar. Yəni, bu iki aralıqda qalandır. O da onlara motive edici bir dəstək olur. Bir də ki, bəzən tək hallarda bunu da edirəm. Sinifdə xaos vəziyyəti yaradan şagirdlərimiz olur. Həqiqətən. Gördüm ki, məsələn, bir şagirdim vardı, liseydə işləyəndə bu strategiyadan istifadə eləmişdim. Yəni, bütün metodları tətbiq eləmişdim. O şagird yenə dayanmırdı. Bütün gün danışırdı. Nə etdim? Dedim ki, filan vaxtı dərsə hazırlıqlı gəl, tam belə deyək, hansı mövzunu istəyirsən seç, bir günü müəllim rolunda çıxış edəcəksən. Çox sevindi. Hətta heç gözləmədiyi bir şeydir ki, mən ona rolu verirəm. Yəni, mən məqsədim başqa idi. Mən oturdum, onu yerində əyləşdim. O dərsi izah elədi və izah etdiyi zaman mən bunun etkilərini mən də onu edirdim. Baxın, eyni dərs prosesində səs salmağı, başqalarla danışmağı, mən də başladım bunu etməyə və o başa düşdü. Sonra gəldi, dedi ki, müəllimə, üzrlü sayın, mən sizi çox hirsləndirmişəm. Çox hirsləndirmişəm. Yəni, onda bu uşağa başa düşdü ki, etdiyi yanlış addımdır. Ki, kənardan necə görünür. Yəni, bu müəllimdir. Yəni, bir növ mən istədim ki, şagird bir növ empatiya yaratsın bu məsələdə də. Bəli, müəllimlər, əslində etdiyiniz, dedikləriniz doğrudur. Yəni, istəsəz bu qeyd elədiklərimi də əlavə edə bilərsiniz. Ümumiyyətlə, sualı cavablandıranda
Mən müəllimlərə deyirəm ki, çalışın bir-birinci elmi cümlələrlə deyəsiz. Metodikadan ya nəzəriyyələrdən, psixoloji nəzəriyyələrdən kimin nəzəriyyəsinə uyğundursa, onun nəzəriyyəsi ilə əlaqələndirin və bir də ki, özünüzün gündəlik həyatda hansısa şagirdin, hər bir şagirdin həyatına toxunuruq biz belə deyək. Onlar üçün müəyyən hansısa bir uğurlu olmaları üçün və yaxud da inkişafları üçün müəyyən bir addımlar atırıq. Bunlardan bir nümunə gətirin. Yəni, ən çox balı buna verirlər. Amma biz quru-quru nəyisə deyəndə elə başa düşürlər ki, müəllim kimisə dediyindən götürdü, istifadə etdi, ona görə deyilir. Yəni, kənardan belə görünür. Amma siz artıq onu biraz, mən onu bəzəmək deyirəm də, bəzəyib təqdim edəndə daha çox bəyənilir. Gəlin, burada bir sualımız da var. Bu sual da cavablandıraq. İstəyirəm ki, digər müəllimlərimiz də cavablandırsın, onları da tanıyım. Dərsə başlamazdan əvvəl sinifdə xaos müşahidə edirsiniz. Məsələn, sinifə zəng vurulub, sinifə gəlmişəm. Reyhan müəllim əlini qaldırdı, sizə verəcəm sözü. Sinifə daxil olursunuz və baxırsınız, görürsünüz ki, sinifdə xaos var, nə bilim, şagirdlər arasında müəyyən bir nəsə müzakirə olunur. Yəni, dava demirəm bunu, dava deməyi sevmirəm, xaos vəziyyətidir. Nə edərsiniz? Heç sizi görmürlər də bəlkə. Ki, müəllim gəldi, içəri keçdi. Reyhan müəllim, buyurun, ardını siz davam elətdirin. Aha. Deməli, əgər sinifdə xaos gördükdə heç bir halda səsimizi uzatmırıq. Yəni, əgər aqressiv reaksiya vermərəm. Çünki bu xaosla cavab verməkdir. Bu da bizə effektiv üsul vermir. Ona görə də nə edirik? Sinifə daxil olan kimi lövhənin qarşısına sakitcə gəlib dayanıram. Yəni göz təması, vizual təmasla, bir qaş-göz bildirərək, sonra ola bilər ki, bir əlinlə bir-birinə çalırsan ki, yəni ki, mən burada, hiss eləyin ki, burada müəllimə var. Onu da eləyərdim və onlar onu bilərdilər ki, müəllimi artıq hisslənməyə başlayır və bir-birlərinə xəbər eləyərdilər ki, sakitcə durmaq lazımdır. Sonra nə edərdim? Onlar sakitləşən kimi lövhədə nəsə bir maraqlı bir tapşırıq yazardım və onların diqqətini ora cəlb eləyərdim. Əgər görsəm ki, hamı sakitcə durub və başlayaram onlara əvvəlcə xaos yaratdıkları əməllərinə görə sinif qaydalarını və dərsə başlama prosedurunu qısaca xatırladaraq addımı atardım. Vəssalam, bunu eləyərdim. Doğru cavab verdiniz. Burada bizim strategiyalarımız da fərqli ola bilər. Yəni, mənim də özüm istifadə etdiyim strategiyalar var. Sizin dedikləriniz tam doğrudur, razılaşıram. Yəni, istəyən müəllimlər, məsələn, bizdə müxtəlif veb alətləri var, web aləti var. Orada belə bir hissə var ki, o adətən müəyyən, belə deyək də, lap yuxarı sinif şagirdləri deyil, 9-un 8-in sinifə qədər istifadə etmək mümkündür. Heç 9-a demirəm, 8, 7, 8-ə qədər istifadə etmək mümkündür. Orada bir cizgi film qəhrəmanı var, dinozavrdır və s. başqasıdır. Sinifdə müəyyən bir səs gələndən sonra, onun üçün də bizə elektron lövhə lazımdır. O başlayır səs salmağa, yəni belə deyək, qırmızı işıq yanmağa başlayır. Şagirdlər bilir ki, sinifdə artıq səs-küy məsələsi var. Yəni, müxtəlif belə bir alətlər var. Çoxdur belə bir alətlər müəllim üçün faydalı olması üçün və yaxud da ki, müəyyən bir işarələr verir ki, o, məsələn, bəzi müəllimlər deyə bilər ki, mən informatika müəllimi deyiləm, mənim elektron lövhəm yoxdur, bəs bu zaman nə edim? Bu zamanda nə edə bilərik? Müxtəlif strategiyalar var. Məsələn, ibtidai siniflərdə mən bunu edirəm. Bir cizgi film var idi. Bunu bir İngilis dilli Amerikada işləyən bir müəllim var idi. Onun təcrübəsindən görüb xoşuma gəlmişdi. Bunu da qeyd edeyim. Nə etmişdi? Qubqa bu cizgi filmi var. Orada deyir ki, hazırsınız mı uşaqlar? Uşaqlar da hamısı deyir ki, hazırıq. Belə bir sözlər var. Onu edirdim adətən şagirdlərə və bir də ki, birdən yuxarı sinif şagirdlərində arasında müəyyən sözlər olanda mən başqa xarici dildə müəyyən sözlərdən istifadə edirəm. Məsələn, olsun fransız dilində, olsun başqa dillərdə uşaqlar tez reaksiyalarını dəyişirlər avtomatik olaraq. Yəni, onlara başqa dildə salam verirəm. Azərbaycan dilində salam verirəm. Görürəm ki, səs-küydür. Başlayıram sinifə girəndə başqa dildə başlayıram salam verməyə onlara. Ya hansısa bir söz işlədirəm, düz baxılır, müəllimə xarici dildə danışa bilir, başlayıram belə bir sözlər istifadə eləməyə. Bu da effektivli bir metodlardan biridir. Yəni, burada siz müxtəlif metodlar tətbiq edə bilərsiniz özünüzün istədiyiniz
görürsünüz ki, bu sinifdə o keçərlidir. Yəni mənim dediyim bu metodlar belə demək olar ki, bütün siniflərdə keçərli bir metodlar olduğu üçün ən çox yadımda qalan metodları qeyd elədim. Gəlin belə bir sual verim sizə. Sizdən əvvəlki müəllim qaydaları ilə sizin qaydalarınız fərqlidir. Yəni bu sinifə yeni gəlmisiniz və müşahidə edirsiniz ki, sizdən əvvəlki müəllimi daha çox sevirlər. Uşaqlar ən çox müqayisə etməyi sevirlər. Hətta müxtəlif fən müəllimləri arasında müqayisə etməyi sevirlər. Məsələn, deyirlər ki, ən çox bu iki müəllimi sevirik, bu filan müəllimi sevirik. Bunlar da yəni dediklərini özüm də eşidirəm. Bu zaman nə edərsiniz? Yəni baxırsınız, görürsünüz ki, sizdən öncə bir müəllim işləyibdir, sizə bu sinifi yeni veriblər və siz sinifə ilk daxil olanda özünüz haqqında məlumat verirsiniz, qaydalarınızı deyirsiniz və s. Amma yenə də görürsünüz ki, müəyyən dərs keçməyə başlayırsınız, bir dərs, iki dərs, baxırsınız, görürsünüz ki, şagirdlərin yenə gözü həm müəllimi axtarır. Nə edərsiniz? Addımınız nə olar? Kim cavablandırmaq istəyir bu suala? Düşünürəm ki, bir çox müəllimin başına gəlmiş bir hadisədir. Ləman müəllimə, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Buyurun. Belə bir halla rastlaşsam, düzdür, belə bir halla heç rastlaşmamışam, amma belə bir halla rastlaşsam hər halda yəni normal qarşılayaram. Problem kimi qarşılamaram da, yəni bunu. Fikirləşərəm ki, bu keçici bir mərhələdir və onlarla qarşılıqlı hörmətə əsaslanan dərs, etimad yaratmağa çalışaram. Dərs metodlarımdan, müxtəlif dərs metodlarından istifadə edərək elə bil ki, çalışaram ki, onları marağını qazanım, dərsə marağını artırım və beləliklə də zaman keçdikcə hesab edirəm ki, məni tanıdıqca o müəllim-şagird münasibətlərimizi yarada bilərik. Mən yəqin ki, belə bir şey edərdim. Əslində doğrudur Ləman müəllimə dediyiniz. Mən də başıma gəlməyib. Adətən deyiblər ki, bu müəllim o bir müəllimdən yaxşıdır. Belə dediklərini müşahidə etmişəm. Amma yenə dediyim kimi, əslində mən şagirdlərin sizin dediyiniz kimi həmin müəllimi sevməsinə, yəni bu situasiyadakı kimi sevməsinə mən biraz müsbət baxardım. Niyə görə? Çünki həmin müəllimin əziyyət çəkdiyini, şagirdləri öyrətdiyini, müəyyən bir nəticələri olduğunu, ona görə o müəllimə bir bağla bağlılıqlarını göstərirlər. Mən bundan heç vaxt inciməzdim. Əslində bunu daha çox müsbət olduğunu müşahidə edərdim. Ona görə ki, zamanla mən də sevərlər və yaxud da mən də hansısa bir şagirdlərin həyatına toxuna bilərdim, onları öyrədə bilərəm. Ona görə də mən bu halı müsbət olaraq dəyərləndirərdim. Gerçi bizə verilən hər çalışmaq lazımdır. O mənfi biri olsa, o mənfinin içərisində müsbəti görməyə çalışmalıyıq. Ola bilər, yəni bu hallarla yenə dediyim kimi bir çox müəllim rastlaşa bilər. Ya sizi daha çox sevə bilərlər, ya həmin müəllimi daha çox sevə bilərlər. Yəni hər iki halda buna müsbət yanaşıram. Məni də sevsələr, digər müəllimi də desələr ki, sevmirik, amma mən elə deməzdim. Çünki həmin müəllimi də istər-istəməz ya öz həmkarım olsun işlədiyim məktəbdə və yaxud məktəbə yeni gəlmişəm. Yəni şagirdlərə çalışardım ki, heç bir müəllimi haqqında mənfi bir rəy bildirməyim. Çünki bu etik davranış qaydalarına ziddir. İstənilən bir müəllim olsun. Hər bir müəllimin, hər bir şagirdin həyatında müəyyən bir rolu var. Yəni bunu danışıb o müəllimə də məhəbbət yaratmasına şərait yaratmış olardıq. Yəni mən ikinci hal nə qeyd elədim? İkinci hal qeyd elədim ki, sizi sevirlər, digər müəllimi sevmirlər. Bir növ o müəllimin mənfi xüsusiyyətlərini qeyd edirlər. Belə bir sual da olsa, biz çalışmalıyıq ki, digər bir həmkarımız haqqında hansısa bir negativ çıxışda olmayaq. Sonra Sara müəllimənin yazdığını burada oxuyuram. Gəlin bu sualda cavablandıraq. Belə bir sual var. Bu sualı həmişə verirlər. MEQ sertifikasiyada tez-tez verilən suallardır. Mən ümumiyyətcə burada sizə verdiyim suallar neçə illərdir verilən suallardır ki, hər dəfə bu yeni suallar verirəm ki, müəllimlər cavablandırsınlar. Şagirdlərin nəticələri zəifdir. Yenə dediyim kimi, bu hal müxtəlif olaraq verilir. Ya deyir ki, kesikdə nəticəsi zəifdir. Ya deyir ki, şagird müşahidə edirsiniz ki, belə deyək, dərs prosesində və bir-iki dərsdən sonra görürsünüz ki, şagirdlər heç nə öyrənə bilmirlər, nəticələri zəifdir.
Hansı hal deyir desin və yaxud da siz bu məktəbə yeni gəlmisiniz, müşahidə edirsiniz ki, sinifdə şagirdlər heç nə bilmirlər, nəticələri zəifdir. Bax, 3 addım qeyd elədim. Bu addımlarda sizin rolunuz necə olar? Kim cavablandırmaq istəyir müəllimlər? Ən çox baxdıqları şagird qiymətləndirilməsi ilə bağlı olan situasiyalardır. Kim bu sualı cavablandırmaq istəyir? Buyurun. Ləman müəllimə, siz cavablandırmaq istəyirsiniz? Buyurun. Bəli, bəli. Əgər yeni gəlmişəmsə məktəbə yaxud da yeni sinif veriblərsə mənə və o sinifdə artıq nəticələrin aşağı olduğunu hiss edərəmsə, sözsüz ki, birinci olaraq mən əgər o sinifə gəlmişəmsə mütləq diaqnostik qiymətləndirmə eləyərəm. Uşaqların öyrənmə tərzlərini, axı diaqnostiklə artıq müəyyən edərəm. Çalışaram olan öyrənmə tərzlərini bilim, bunu araşdırım, müşahidə edeyim ki, görüm bunların öyrənmə tərzləri necədir və gələn dəfəki qiymətləndirmədə, yəni gündəlik dərs icmalında bütün bunları nəzərə alaraq, yəni demək istəyirəm ki, formativ qiymətləndirmədə də bütün bunları nəzərə alaraq, bunları uğura doğru aparmağa çalışmalıyam və tapşırıqları elə qurmalıyam ki, hər bir uşağın öyrənmə tərzinə uyğun olsun və gələcək summativ qiymətləndirmədə də ki, testləri elə qurmalıyam ki, yəni hər bir uşağın orada belə deyək ki, nəticə əldə etməsinə kömək eləyə bilim. Daxı öyrənmə tərzlərini bilirəm və artıq diaqnostik qiymətləndirmə aparmışam. Nələr artıq mənə aşkardır da ki, necə nə tip suallar qoymalıyam ki, uşaqlar uğur qazana bilsin və çalışıram ki, onların uğur qazanması üçün onlara səviyyəsinə uyğun suallar tərtib edeyim. Ləman müəllimə, doğru dediniz. Əslində bu keçən də mənə verilən bir sual idi. O dedim ki, yəni yeni gəlmisinizsə, şagirdlərin diaqnostik məsələsi, onu doğru qeyd elədiniz. Onu bir də təkrarlamaq istəmirəm. Hətta Rozenşayn nə deyirdi? Deyirdi ki, öyrənməyən şagird yoxdur. Müəllim müxtəlif yollarla çalışmalıdır ki, keçdiyi mövzunu şagirdə öyrədə bilsin. Rozenşayn bunu da deyirdi. Bunu məsələn qeyd edə bilərsiniz həmin bu tipli suallarda. Çünki hər il bunun müxtəlif formaları verilir. Digər halda isə bugünkü dərsdə müşahidə ediriksə, o nədə müşahidə edirik? Refleksiya edirik şagirdləri. Refleksiya nədir? Möhkəmləndirmə. Şagirdi müşahidə edirik, baxırıq, görürük ki, yenə də şagirdlərimizin zəif hissələr qaldı. Refleksiyanın məqsədi nədən ibarətdir? Şagirdləri, boşluq qaldığı hissələri onlara belə deyək də bir proqramdır, mövzudur. Orada boşluqları çoxdur. Həmin şagirdlərin boşluqları harda üzə çıxır? Refleksiyada. Bunun üçün onun üzərindən keçməliyik. Refleksiyada adətən nə edirəm? Proqramlaşdırmada səhv proqram yazıram və deyirəm ki, o səhvləri üzəri müəyyənləşdirsinlər. Ardından şagirdlərin fikirlərindən, onların harda səhv etdiklərini bilə bilirəm. Və yaxud da refleksiyada 2 üsul istifadə edin. Əgər görsəz ki, şagirdlərin zəiflikləri var, refleksiya vaxtı biraz artıq ayırın. Ümumiyyətlə, vaxt bölgüsünü biz özümüz müəyyənləşdiririk. Yeni, belə deyək, əvvəllər dərsin 7 mərhələsi vardı, indi artıq 7 mərhələsi deyil, artıq 3 mərhələsi var və bunun üzərində bəzən yenə dediyim kimi refleksiya qiymətləndirmə eyni gedir. Bəzən müəllimlər bunu 4 olaraq görürlər, 3-dür və buna vaxtını da özümüz ayırıq. Əvvəllər vaxt vardı, hərəsinə neçə dəqiqə vaxt ayırmaq. Bir motivasiyanın vaxtı qısa olur. Bəzi motivasiyalarda, yəni dediyim kimi, biraz geniş olsa problem olmur. Amma motivasiyanın da vaxtı az olur. Refleksiyanızda əlavə fəaliyyət də verə bilərsiniz, belə zəiflikləri olan şagirdlərdə. Amma KSG-də, BSG-də şagirdlərin nəticəsi zəifdirsə, yenə dediyim kimi, bunun üçün bizim məqsədimiz KSG-nin izahını verməkdir. Bəzi müəllimlər problem olur müəllimlər arasında ki, məsələn, test mərhələsindən sonra izah verilməyəndə, məsələn, olsun sertifikasiya, olsun MIQ olsun. Əslində, mən də düşünürəm ki, müəyyən bir suallarda çətinlik yaradan, 2 həlli, 2 cavabı olan bir sualların cavabının verilməsi problem olmalı deyil. Mən də bunu düşünürəm. Niyə görə? Çünki bir sual ictimaiyyətə açıqlansın, problem deyil. Amma heç olmazsa müəllimlər bilər ki, bunun cavabı nədir? Necə ki, DİM-də açıqlanır və yaxud da digərlərində. Burada da açıqlanmalıdır. Eləcə də bizim özümüz şagirdlərə o KSG-dən sonra izahını verməliyik. Yenə müşahidə etsək ki, müəyyən biraz, belə deyək,
çətinlik var. Biz çalışmalıyıq ki, həmin şagirdlərə dəstək göstərək ki, onun problemi ən çox nədə yaranır. Əlaqələndirməyə çalışa bilərik, digər dərslərimizə inteqrasiya edərək də biz öz fən daxili inteqrasiya edə bilərik dərslərimizi ki, şagirdlərin yeni möhkəmləndirmə edə bilsinlər. Yəni, hər üç istiqamətdə bu sualı verə bilərlər sizə. Belə müəllimlər, qiymətləndirmədən çox sual düşür əslində, şagird qiymətləndirməsindən. Gələn dəfə çalışacağım ki, valideyndən əlaqəsindən də müəllim-valideyn əlaqələri üzərində də suallar verim. Bundan da suallar olur. Bir də qiymətləndirməyə də toxunaq növbəti dərsimizdə. Amma mənə bugün çıxışlarınızı etmədiniz. Eybi yoxdur. Gələn dərsdə edin çıxışınızı, narahat olmayın özünüzü təqdim etməni. Harada çətininiz olsa, yəni mən düzəliş edərəm, növbəti dəfəyə tam hazır olarsınız. Belə müəllimlər, mənə sualınız yoxdur ki, nə ilə bağlı istəyirsiniz növbəti dərs daha çox sual verin. Mən özüm indi qeyd elədim ki, valideyn, müəllimlə valideyn, şagirdlərin qiymətləndirilməsi, amma imtahanda müsahibədə verilən suallar verirəm sizə. Yəni, əlavə fikriniz varsa qeyd eləyə bilərsiniz, nəzər alacağım. Belə, sualınız varmı? Buyurun. Elnura müəllimə, bir sual verə bilərəm. Buyurun, verin. Elnura müəllimə, deməli mən rus bölməsi üzrə sertifikasiyadan imtahan vermişəm. İndi bu müsahibəni məndən rus dilində götürəcəklər, yoxsa Azərbaycan dilində? Reyhan müəllimə, siz sual verən səhv etmirəmsə, Bəli. Reyhan müəllimə, əslində bizim məktəbdə olan rus sektorun müəllimlərinə və yaxud da bir çox tanıdığım müəllimlərə sertifikasiyada Azərbaycan dilində oldu. Amma şəhər məktəbində liseydə işləyən bir müəllim var, yəni ünsiyyətim var. O dedi ki, mən MİQ-də də sertifikasiyada 2 dəfə MİQ-ə getmişəm, məndən rus dilində soruşublar. Yəni mən də bu qərara gəldim ki, yəni belə deyək, sertifikasiyada müəllimlərin çoxu deyir ki, bizdən Azərbaycan dilində soruşurlar. Mənə elə gəlir ki, şəhər məktəbləri deyəndə ki, liseylər nəzərdə tuturam ən çox da, bunlardan rus dilində soruşurlar. MİQ-də rus sektoruna rusca verilir suallar. MİQ-də rus sektoruna rusca soruşur. Psixoloji sualları Azərbaycan dilində verirlər. Sinifin idarə etməsinə bağlı verilən sualları Azərbaycan dilində verirlər. MİQ-də də sertifikasiyada, amma özünü təqdim etməni rus dilində verirlər. Və bir də dünya görüşdən MİQ-də rus dilində verirlər. Yəni, bunu da qeyd edim. Ona görə də siz öz təqdim etmənizi rus dilində hazırlasanız daha yaxşı olar. Azərbaycanda da fikirlərinizi gözəl ifadə edirsiniz. Reyhan müəllimə. Yəni, belə, psixoloji sualları dəyişmirlər. Eyni olduğu kimi verirlər. Sinifin idarə etməsi ilə bağlı olan sualları ki, o necə, yəni belə deyək də, MİQ-də də psixoloq həmişə Azərbaycanda verdiyi üçün burada da belə verir. Amma bizim müəllimlərimiz qeyd edirdilər ki, bizdə, yəni bir çox müəllimlər, tanıdığım müəllimlər ki, bizdən Azərbaycanca götürüblər. Mən amma lisey, gimnaziyalarda maraqlanmışam, onlar da rus dilində götürülübdür. Yəni bu halda var. Bir də müəllimlər, bir dənə də bir məsələni də qeyd edeyim. Müsahibəyə çalışın, tam olaraq hazır olun. Bir də bu məsələ var da, məsələn, sertifikasiya müsahibəsindən müəllimləri deyirlər ki, məsələn, çox zaman kəsmirlər. Amma keçən il bizə deyəndə mən belə deyək, getdiyim məktəbdə, yəni imtahan müsahibə verdiyim məktəbdə iki müəllimə sərt olaraq demişdilər ki, yəni gedin yenidən hazırlaşın, gəlin deyə. Yəni o düzdür, müəllimlər də biraz doğrudan da pis olmuşlar. Bunu da qeyd edim əvvəlcədən. Çünki mən baxıram sosial şəbəkələrdə və digər yerlərdə heç kəsilən müəllim ümumiyyətlə mənim də rastıma çıxmayıbdı. Amma keçən il özümün müşahidə etdiyim 2 müəllim var idi ki, biz imtahan verib gələndə artıq dedilər ki, bəs bu müəllimlər hazırlıqsız gəldiyi üçün onlara belə deyiblər. İndi bilmirəm nəticə onlara nə gəlibdir, amma dedilər ki, gedin yenidən hazırlaşın. Ona görə də qeyd edirəm ki, müəllimlər çalışın ki, tam hazırlıqlı gedəsiniz. Bizim, yəni sonda bunu qeyd eləməyi niyə deyirəm? Bizim məqsədimiz ondan ibarətdir ki, imtahanımız tez bitsin, müsahibəmiz, bir 5 dəqiqəlik olsun, tez bitsin, suallarını cavablandıraq. Bunun üçün də öz təqdim etmənizi qısa, konkret, çox qəşəng hazırlayın ki, digərlərində sizə sual verəndə cavablandıra biləsiniz və əzbərləməyə çalışmayın.
Yeni bayaq da nümunəsini dedim. Öz təcrübənizdən nümunələr çəkərək cavablandırın ki, onlar da bəyənsin, sizə yüksək balla qiymətləndirsinlər. Belə müəllimlər, yəni bəzən bu sözü niyə dedim? Çünki müəllimlər baxıram görüm hər yerdə deyirlər ki, belə hal müşahidə olunmayıbdı. Yadıma düşdü ki, biz keçən il müsahibə verəndə belə müəllimlər, iki müəllimə belə bir ifadə işlətmişdilər. Bunu da əvvəlcədən deyim ki, bilmək olmur. Hər il bir qərar verilir. Ona görə də çalışın ki, hazırlığa gedin müsahibəyə də. Sağ olun müəllimlər, məni dinlədiyiniz üçün təşəkkür edirəm. Sizə də qoşuldunuz, fikirlərinizi bildirdiniz. Sağ olun. Növbəti dərsdə görüşənə qədər. Maşallah, çox gözəlsiniz. Sağ olun, sağ olun. Bunu deməsəydim olmaz. Sağ olun. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun.